məktəbdə yarışma qoyublar. Nə bilim, yarışmaq güya yaxşıdır. Belədir, elədir. Mən niyə qaçmalıyam? O bir uşaqlar qaçsınlar da. İstəmirəm də qaçım, tez yoruluram. Boyum balacadır, ayaq altında qalıram. Gəldi. Salam uşaqlar, necəsiz? Hər vaxtınız xeyir olsun. Mən də yarışmadan gəldim. Nə olub sənə? Sən niyə deyinirsən? Salam, Çiçək bacı, necəsən? Nə olub? Sən niyə tənc nəfəssən? Dostlarla biraz qaçdıq. Harada yarış qaçdın? edirdik. Dərsdən qaçmısan? Yox, deyirəm. Uşaqlar! Ay, uşaqlar, sizə təzə xəbərim var. Çiçək bacı dərsdən qaçıb dostlarıyla. Ay, cidden dərsdən qaçmaq nədir? Deyirəm ki, yarışma eləyirdi. Qaçdıq, biraz qaçış yarışması idi uşaqlarla. Yaman yoruldum, amma çox qəşəng idi uşaqlar. Adamın bədəni yüngülləşir, belə rahat olur. Nəyi rahat deyib, Çiçək bacı, adam yorulur, təncləriz. Olmalıdır da, qaçmışıq da. Qaçmışıq da, olmalıdır da. Yorulursan da, ayaq altında qalmadın sən də. Mən qaçanda ayaq altında qalıram, tapdalayırlar mən. Top kimi yumarlanıram o yana, bu yana, o yana, bu yana. Sonra deyirlər ki, cırtdan qaç. Mən necə qaçım axı, Çiçək bacı, bayaqdan burada deyinirəm mən. Yarış var, yarış var. Nə bilim, belə yaxşıdır, yarış elə yaxşıdır, belə sağlamlıqdır. Güya məktəbdə yarışma keçirdəcəklər. Nə edirsən axı deyirən, ay məktəb bu yarışmanı? Uşaqlar oturublar, dərs oxuyurlar da özləri üçün. Sən bu yarışmanı keçirtməklə uşaqlara təzə niyə dərs vermiş kimi olursan? Uşaqlar həyəcanlanır, sonra ora qaçırlar, bura qaçırlar, sonra yıxılırlar, sonra ayaq altında bəlkə qalanlar var, bəlkə top kimi yumarlananlar var ayaq altında. Ay, nə qədər deyinirsən sən? Yoruldum, nəfəsim kəsildi. Yarışdır da, bəs uşaqlar bir-birlərlə yarışmağa maraqlıdır da. Yəni, eynin açılır, belə rahat olursan. Çiçək bacı. Onu bilirəm ki, yarışma ancaq özünü göstərməkdir. Nə var ki orada? Yarışdın, qaçdın, özünü göstərdin. Afərin, filan kəs birinci oldu. Afərin, afərin. Sonra qurtardı. Niyə? Nə dəxli var ki? Necə yəni ki? Necə yəni ki? Həmişə qalib olmur ki. Bəzən də uduzur. Uduzsa da amma yaxşı olur da. Nə olacaq ki? Sonra da o da bəzi qalib olanlar. Yəni mübarizə aparmış olursan ki, sən də birinci olasan. Daha çox məsələn, məşq edirsən, daha çox belə çalışırsan. Nəysə, Çiçək bacı, nəysə, tapmacanın vaxtıdır. Uşaqlar, tapmacanın vaxtıdır. Diqqətlə qulaq asın tapmaca və aşağıdakı nömrələrə tez yazın. Getdik tapmacaya, uşaqlar. Getdik tapmacaya. Getdik uşaqlar. Mən balaca cırtdanam. Hey! Uşaqlar, salam, necəsiz? Hər vaxtınız xeyirli olsun. Deməli, bugün də hazırlaşmışıq tapmacaya. Tapmacamız belədir. O, dağdan daşdan gəlir, qıvrılmış ilan gəlir. Qabağında durmayın, qudurmuş aslan gəlir. Hazır, bilirsiniz, aha, yazın göndərin bizə, tez olun. Bəli, cırtdan. Görüm hələ, sənə bu günləri nəyin nağılını danışım? Nənə, nağıl danış, nağıl danış. Danışacam, dayan. Aha, gəl sənə mən bugün qoğalın nağılını danışım. Çox maraqlı nağıldır. Urra! Deməli belə, biri var idi, biri yox idi. Bir qoca kişi ilə bir qoca qarı yaşayırdı. Bir gün kişi dedi, mən çox acımışam, mənə bir qoğal bişir. Qoca qarı ayağa qalxdı, unu gətirdi və undan bir qoğal bişirdi. Qoğalı pəncərənin qabağına qoydu ki, qoğal soysun. Elə bu vaxt bilirsən nə oldu? Nə oldu nənəcan? Elə bu vaxtı qoğal cana gəldi
və pəncərədən yerə atıldı. Dığırlana, dığırlana başladı getməyə. Nənədən, babadan qaçdı. Getdi, yolda dovşana rast gəldi. Dovşan onu görüb dedi: "Ay, nə dadlı qoğaldı. Elə yemək istəyərdim bunu." Qoğal dedi: "Ondan qoğal olmuşam. Un ilə yoğrulmuşam." Dovşan dedi: "Ay, nə dadlı qoğaldı. Nə bunu yeyərəm? Sən kimsən?" Qoğal dedi: "Ondan qoğal olmuşam. Süd ilə yoğrulmuşam. Babadan da qaçmışam, nənədən də qaçmışam. Səndən nə var qaçmağa?" Bunu deyib, dığırlana dovşandan qaçdı və yoluna davam etdi. Elə biraz getmişdi ki, bilirsən hansı heyvanla rastlaşdı? Canavarla. Canavar neynədi? Hə, canavarla. Canavar dedi: "Ay, nə dadlı qoğaldı. Sən kimsən?" Qoğal dedi: "Oldum qoğal olmuşam, süd ilə yoğrulmuşam. Nənədən də qaçmışam, babadan da qaçmışam, dovşandan da qaçmışam. Səndən nə var qaçmağa?" Bunu deyib, dığırlana canavarın yanından ötüb keçdi. Biraz yol gəlmişdi ki, indi sən təsəvvür elə. Biraz yol gəlmişdi ki, ay cırtdan, denən görüb hansı heyvana rast gəldi? Hansı heyvana rast gəldi, nənə? Dayan deyəcəm. Ayya. Ayı dedi: "Nə dadlı qoğaldı. Nə bunu yeyərəm?" Sən kimsən? Qoğal dedi: "Oldum qoğal olmuşam. Süd ilə yoğrulmuşam. Babadan da qaçmışam, nənədən də qaçmışam, dovşandan da qaçmışam. Hətta canavardan da qaçmışam. Səndən nə var qaçmağa?" Bunu deyib, dığırlana ayının yanından ötüb keçdi. Yoluna davam etmişdi ki, səncə bu səfər hansı heyvan qabağına çıxdı? Aynen, meşədə heyvan qaldı bəyəm. Ay səni dəcəl. Əlbəttə ki, qaldı. Tülkü. Bəli, tülkü gördü ki, dadlı bir qoğal gəlir. Dedi: "Nə bunu yeyərəm?" Sən kimsən? Qoğal dedi: "Ondan qoğal olmuşam, süd ilə yoğrulmuşam. Nənədən də qaçmışam, babadan da qaçmışam, dovşandan, canavardan, ayıdan da qaçmışam. Səndən nə var qaçmağa?" Tülkü dedi: "Nə gözəl oxudun, amma heç eşitmədim. Olar ki, biraz yaxına gələsən?" Qoğal dığırlanıb gəldi, lap yaxına və başladı mahnısını bir də oxumağa. Tülkü dedi: "Yox, eşidə bilmədim. Olar ki, burnumun üstündə oxuyasan?" Qoğal atıldı onun burnunun üstünə. Başladı yenə oxumağa. Tülkü dedi: "Yox, eşitmədim. Olar ki, dilimin üstündə oturasan?" Və qoğal onun dilinin üstündə oturdu və mahnını elə oxumuşdu ki, tülkü onu yedi. Nağlımız da cırtdan burada bitdi. Aynen, deyirəm ki, qoğal nənədən icazəsiz getməsəydi, tülkü onu yeməzdi, hə? Aferin sənə, bəli. Tülkü onu yeməzdi. Uşaqlar, görürsüz də, cırtdan üçün yarışma o qədər də belə maraqlı deyil, mühüm deyil, lazım deyil. Lazımsız hesab edir ümumiyyətlə. Siz də elə hesab edirsiniz? Hə, uşaqlar. Aha, nə yaxşı. Görürsən cırtdan, orada bəzi uşaqlar var ki, yer tutublar, qəhrəmandırlar. Aha, bəs onda şəkillərinizi bizə göndərməyi unutmayın ha. Harda yer tutmusunuz, hansı tərəfi, hansı idmanla məşğul olursunuz, hansı məqamı tutmusunuzsa, onları bizə şəklini çəkin, göndərin. Hara? Aşağıdakı nömrələrə. Nədir? Heç nə. Nə faydası var, çiçək bacı? Uşaqlar da onlarla məşğul olurlar. Uşaqlar onunla məşğul olurlar. Əvvəla, hər bir idmanın özünə məxsus bir xeyri var.
Bu Nə bir xeyri var, məsələ. sən Allah idman. Yarışmanın özünə məxsus bir xüsusiyyəti var ki, rəqabət hissi yaradır insanlarda. Daha çox çalışırlar, daha çox belə deyək qabağa gedirlər. Məsələn, insanda yarış daha çox çalışmağa məcbur eləyir də. İstəyirsən daha yaxşı olasan, daha dostunla rəqabət elədikcə daha qalib olmaq istəyirsən axı. Hə. Ona görə belə qəşəng çalışırsan, özünə əziyyət verirsən düzdür, amma axırda yaxşı olur. Çiçək bacı, onda belə çıxır ki, yarışma olacaq məktəbdə. Onda mən qoymamalıyam ki, heç kim məndən qabaqda qaçsın. Yox, cırtdan. Başqa bir şeylər eləyə bilərəm. Fikrimcə yarışmadan Dayan bir dəqiqə, bu başqa bir şeydir ya artıq. Bu Bu sənin dediyin paxıllıqdır, həsəddir. Yəni bu rəqabət deyil. Sənin dostun, uşaqlar siz də baxın, əgər dostunuz sizdən qabaqda olsa, birinci olsa, narahat olmaq olmaz ha, qətiyyən. Olar. Əksinə sevinməlisiniz. O çalışıb, ələşib, vuruşub, axır bir məqama çatıb. Necə yəni Çiçək bacı? Yox, o qalib olsun, onu alqışlasınlar, ona təbrik etsinlər. Mən də burada belə başı aşağı belə qalım ki, mən qalib gəlməmişəm. Mən necə sevinə bilərəm ona ki, o qalib gəlib? Sən də elə danışırsan ki, güya sən sevinirsən də dostun qalib olanda, hə? Gedirsən deyirsən, təbrik eləyirəm dostum. Bəli, bəs sağlam rəqabət budur da. Məsələn, mən dostumla yarışdım. Bir dəfə o qalib gəldi, 2 dəfə mən qalib gəldim və qalib gələndə də onu qəşəng təbrik elədim. Çünki o mənim dostumdur. Heç dostun olmasa da o lazım olan, o çalışdığı qədər məqama çatıb da. Burada bir şey yoxdur ki, sən gərək o işi görməyəsən, cırtdan belə heç xoşum gəlmədi bəzi sözlərdən. Nəysə, Çiçək bacı, müsabiqənin vaxtına deyirsən. Zəng gəlir görəsən, müsabiqəyə zəng. Qulaq asaq. Hə, gəlir. Gəlir, zəng gəlir. Hə, uşaqlar, zəngimiz gəlir, müsabiqənin vaxtıdır. Gedək uşaqlar. Əla, gedək. Uşaqlar da hazırdır. Yaxşı. Cırtdan. Göndərə gedirsən? Getdi uşaqlar. Lom la 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 la. Salam dostum. Necəsən? Yaxşıyam. Adın nədir? Yusif. Qəhrəman olmaq istəyirsən, sonra məndən gedərik meşədə çör-çöp toplayarıq, hə? Olar. Neçə yaşın var? 10. 10 yaşın var. Onda hazırsansa oyuna, buradakı rəqəmlərdən birini seç və başlayaq. İkinci. Getdik. Hə, dostum Yusif. Deməli bu gördüyün kasalar ki var, bir dənə yumurta var onların altında. Bu kasalar fırlanacaq, həmin yumurtanı tapmalısan. Hazırsan? Bəli. Yumurta olan kasaya diqqətlə bax və başladıq. Deməli buradadır. İndi fırlanacaq və doğru cavabı tapaq. Hansındadır? İkincidə, baxaq. Afərin sənə dostum. İndi gedək ikincini oynayaq. Diqqətlə baxaq və oynayaq. Hansındadır? Birincidə, baxaq. Əhsən sənə. Sonra yenə də oynayaq.
neçədir? Üçüncü. Üçüncü. Sən sənə. Gözlərin çox qəşəng görür mənim qəhrəman dostum. Çör-çöpləri də qəşəng yığa bilərik səndən. Getdik. Dostum, təbrik edirəm səni. İkinci oyun oynamaq istəyirsən? Bəli. Getdik. Xananı seç. 5. 5. Getdik oyuna. Dostum, deməli bu hasarın içində gördüyün qoyunlar mənim qoyunlarımdır. İndi onu mən saya bilmirəm. Səndən kömək istəyirəm. Bu qoyunları saymaqda mənə kömək elə və əgər canavar gəlsə, mütləq canavarın xəbərini denən ki, toplan getsin onları qovsun. Yoxsa gələr bizim qoyunlarımızı yeyər. Yaxşı dostum. Mən səsinizi eşitmirəm. Həm qoyunların sayını mənə deməlisən. Eşidirsən indi səsimi? Hə, indi eşidirəm. Həm qoyunların sayını mənə deməlisən, həm də kənardan gələn canavarların xəbərdarlığını eləməlisən ki, toplan getsin onları qovsun. Yoxsa canavar gələr qoyunlarımızı yeyər. Oyunda da uduzarıq. Yaxşı? Yaxşı. Başladı. Canavar gəlsə xəbər elə. 3 dənə canavar gəlir. Canavar gəlib 3 dənə. Afərin sənə. Çox diqqətli olaq, çox diqqətli olaq. Baxaq. 3 dənə də gəlir. 3 dənə də gəldi. Qaç toplan. Həm qoyunları sayırıq, həm canavarların xəbərini deyirik. Vaxt qurtarmamış, qoyunların sayını mənə mütləq bildir. 3 dənə də gəlir. Canavar gəlir. Tez ol, tez ol. Qoyunların sayı neçədir? Tez ol. Neçə? 18. Ay, 19 dənə idi. Sən bir dənəsini əskik dedin. Eybi yoxdur dostum. Getdik görək nə qədər xalımız var bizim. Hə dostum, sən bu oyunda 60 xal qazandın və bizdən 20 xal hədiyyə qazandın. Və bu da 80 manat dəyərində hədiyyə deməkdir. Təbrik edirəm səni dostum. Sağ ol. Oyunumuzdan xoşun gəldi? Bəli. Mütləq dostlarına da bildir ki, gəlsin bizimlə bərabər həm oynasınlar, həm də hədiyyə qazansınlar. Sağ ol. Sən də sağ ol. Siz də sağ olun. Hə, Çiçək bacı. Bəli. Sən bayaq hardan gəlirdin? Mən yarışmadan gəlirdim. Çox da maraqlı idi. İstəyirəm səninlə də bir yarışma eləyək. Nə deyirsən? Lövhə də gətirmişəm, qəşəng. Gəl belə eləyək. Mən bir neçə dənə rəqəm deyəcəm. Sən onu yadında saxlamalısan. Amma gərək birinci gözünü birinci mən yazım bura. Aha. Sən onlara bax, sonra yadında saxla. Yaxşımı? Amma gözünü yub deməlisən. Yaxşı? Gözümü onda bağlayaram. Yox, indi bağlama. Gözlə. Hə, baxım da, baxım sonra. Hə, bax əvvəl. Baxım. Məsələn, 2 Yox, baxım. Hə. 2 64 77. Hə, indi gözünü yum, onu mənim üçün de. Gözümü bağlayım. Bağlayım gözümü. Birinci rəqəm 2 idi. İkinci baxma. Yadımdan çıxmışdı. İkinci 64 idi gördüm. Üçüncü də ki 77. Sən cırtdan. Görürsünüz nə qəşəng oldu. Hə, indi mən bunu silirəm. Biraz böyük rəqəm Çox sağ yazacağam. olun.
Çox sağ Bax olun, gör. təşəkkür edirəm. Bilirəm, çox ağıllıyam, bilirəm. Ax cırtdan. İndi Aha. 7. Yox, 71, 63, 90. Çox oldu, çiçək bacı. Bu qədər yazarlar. 71, 63, 92, 11. Necə yadımda saxlayım? yum Yaxşı, gözünü. gözümü yumum. Bağlayım gözümü. 71, 92, 11, 63. Afərin, düz dedin, amma yerlərini biraz dəyişik saldın. Sən. Bildim də, bildim, yadımda qalır da. Mən çox ağıllıyam da, çox Bəli, ağıllıyam. sən çox ağıllısan. Zehnində maşallah yaxşıdır, yaddaşında yaxşıdır. Hə. Gəlsənə deyirəm, sən de, Hə, mən deyim. mən də yadımda saxlayım. Nə deyirsən? Baxın. Sən de. Bəlkə müsabiqəyə keçək. Mən desəm sən bilərsən də, sənin yaddaşın yaxşıdır, bilirəm. Hə? Qoy bu oyunun qalibi mən olum. Ay cırtdan. Bəxtin gətirdi, zəng gəldi. Hə. Yaxşı uşaqlar, gedək müsabiqəyə, müsabiqədən sonra davam edərik. Ay Uşaqlar cırtdan. getdik. Getdik uşaqlar. Mən rəqəmləri yaxşı yadımda saxlayıram. Salam mənim ağıllı dostum. Necəsən? Yaxşıyam, sən necəsən? Mən də yaxşıyam, təşəkkür eləyirəm. Bugünkü oyunumuza kim qoşulub görəsən? Adın nədir? Mərziyə, sənin adın nədir? Aha, məni tanımırsan, mən qəhrəman cırtdanam. Hə, Mərziyə. Neçə yaşın var? 7, sənin neçə yaşın var? 7. İyi, mənim yaşımı soruşma da. Boyun balacadır, deyib yoxdur. Hə, Mərziyə, bəs oyun oynamaq istəyirsənsə xanalardan birini seç, başlayaq. Denən mənə, mən buradan açım. Neçə? 6. 6. Aha, getdi oyuna. Hə, mənim balaca dostum, mənim ağıllı dostum. Bu oyunda Mən kasalar... balaca deyiləm, özüm sən balaca. Nə? Mən balaca deyiləm, özüm sən balaca. Ha, yaxşı da mən cırtdanam, balacayım. Yaxşı, mənim böyük dostum. Burada kasaları görürsən, düzdürsən? Bu 3 kasanın birinin Bəli. altında bir dənə yumurta var. Bax, diqqətlə dinlə. Bir dənə oyun başlayanda o bir dənə yumurta ki var, üstünə kasa qoyulacaq, o fırlanacaq və sən həmin yumurtanı tapacaqsan. Yaxşı? Başa düşdün? Yaxşı. Başladıq. Bu. Yumurtaya diqqətlə bax, həmin kasa hara fırlanırsa, gözünü ondan çəkmə. Hansındadır? Burada. Evet. 1, 2, 3. hansında? İkinci. Aferin. Sonra yenə gedirik. Diqqətlə bax. Aha, görürsən? Hə. Hansındadır? 1. Baxaq görək. Ay. İkincidəymiş. Yenə diqqətli ol, axırıncı dəfə oynayırıq. Tez ol, bax, qəşəng. Getdi. Diqqətlə bax, görək hara gedir bu kasa. La. Hansındadır? 3. 3.
Bir. Baxaq. Aferin sənə. Əhsən. Son anda düzgün cavabı dedin. Təbrik edirəm səni. Getdik o bir oyunumuza. Hə, dostum, bizdən 40 xal qazanmısan. Yəni özün qazanmısan bu oyunda. Əgər yenə xal qazanmaq istəyirsənsə, ikinci oyunu da oynayaq. İstəyirsən? Hə. Onda xalanı seç. 1. 1. Getdi. La 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 la. Hə, dostum, bu qutuları görürsən də sən. 18 dənə qutu var. Bəli. Bu qutuların içində müxtəlif əşyalar var və sən bizə 7 dənə doğru cavab deməlisən. Yəni hansı rəqəmin altında nə var? Onu doğru deməlisən bizə. Yaxşı? Başa düşdün? Yaxşı. Bəli. Onda açılır xanalar. Diqqətlə baxın. Diqqətlə bax. Görək. Bir dəfə də açılır. Kömək eləyirik sənə. Bir dəfə də açılsın. Diqqətlə bax. Hə, indi başladıq. Rəqəmin adını və içində nə olduğunu tez denən. 9. Hə? 9. Neçə? Ayaqqabı. 9 ayaqqabı. 9. Ayaqqabı. 9-a baxaq. Əhsən. Sonra? Tez ol. 10. Onda nə var? 14. 14'te nə var? Banan. Baxaq. Banan, aferin. Sonra? Tez, denən. 15. Nə var 15'te? Sekiz. Baxaq. Aferin. Sonra? Tez ol, vaxt az qalıb. Tez ol. İki. 2'de nə var? Koza. Baxaq. Dondurma, aferin. Sonra? Vaxt tamam oldu. 4 dənə doğru cavab. Əhsən sənə. Getdi. Mərziyə, sən bu oyundan 80 xal qazandın və bu oyunda iştirak elədiyin üçün sənə 10 xal cırtdan hədiyyə verir. Və bu da o deməkdir ki, 90 manat dəyərində hədiyyə qazandın dostum. Təbrik edirəm səni. Xoşun gəldi oyunumuzdan. Bəli. Onda sən də başqa dostlarıma denən ki, gəlsin qoşulsun cırtdan oyunlarına. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol. Çiçək indi nə oyun oynayacağıq? İndi bizim məşhur bir oyunumuz var. Bunu elə bilən bütün uşaqlar bilir. Bildim. Hə. Mən bu oyunu qəşəngcə oynayıram. Allah, çox gözəl. Bəs bayaq mənlə oynaya bilmədi. Mən də istəyirəm bu dəfə özüm də iştirak edeyim. Hə. İndi Amma bir tez-tez hərfdir. deyək. Bir hərfdir, səndir. O hərfə uyğun kim tez cavab verdi, onun dediyi yazılacaq. Və ona xalq edəcək. M hərfi. M-yə at. Məhəmməd. Başlamamışdıq axı, sən cığallıq elədin. Yaxşı, yaxşı. 1, 2, 3 deyə sonra. Yaxşı.
Yaxşı, bu hərfi dəyişirəm. Q. Q, Hə. Qasım. Qüdrət. Ay, hə, yaxşı. Heyvan Qaban, demədin. qaban. Qaban. Nə? Qaban. Heyvan. Qaban. Aha. Qazaxıstan. Aferin. Qarpız. Ay, yaxşı, sən dedin, qali. 2-2 oldu. Yerləşmədi. Qarpız. Deməli, bunu mən dedim, bunu da mən dedim. Biz bərabər olduq. Hə, bərabər olduq. Hə, indi mən deyim bir dənə. Aha. Z. Zeynəb. Əhsən. Aha. Zürafə. Zürafə. Zaqatalı. Zürafə. Düz yazmadım. Fə. Nə dedin? Zaqatalı. Zoğal. Urra, Əhsən. qalib gəldim. La 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 la. Xətti meybəcər oldu, amma eyb yox. Hə. Bir dənə də səndə B. Bahar. Balina. Balina. Aha. Bakı. Əhsən. Banan. Badam. Cırtdan qalib olur əzizlər. Sən dedin, mən dedim. Mən dedim. Banan Banan dedim dedin, mən. aha. Yaxşı. Bəli, Sən qalib əzizlər. gəldin. İndi mən deyim. Mən dedim bunu. Hə, yaxşı denən. Ay, həyecanlı Bir dəqiqələr. dənə də G. Günay. Günay. Aha. Gəncə. Gəncə dedim. Ay, yo. Cavallıq eləsə sırayla Yaxşı, dedi. Gözlə. Heyvan, G mənə də ağlıma gəlmədi. C hərfi gözlə. Gəl bu o birisinə keçək. Goranboy. Goranboy. Meyvə C ilə. Gilas. Gilas, Meyvə. Heyvan. Heyvana gedirik. Yox, Gilas. çiçək bacı bu tərəfə yaz. Heyvana tapa bilmədik. Uşaqlar siz bilirsiniz. Gavalı. Nə? Gavalı. Cavalı? Bəli. Cavalı heyvan var, çiçək bacı. Heyvan. Mən çaşdım lap. Gilas Sən yazmışdım. mənə qalib gələ bilmərsən. Heyvan. Mən fikirləşdim ki, buranı qarışdırırım. Meyvə ilə heyvanı qarışdırdım. Ağlıma gəlmir, çiçək bacı. Ağlıma gəlmir. Yox. Yaxşı uşaqlar. Onu siz yazarsınız uşaqlar. Var Müsabiqənin vaxtıdır. Gedək müsabiqəmizə. Sonra Aşağıda yazmağı unutmayın. Aşağıdakı nömrələr yadınızdan çıxmasın. Getdik müsabiqəyə. getdi. Bu oyunun qalibi Cırtdan oldu. Salam mənim dostum, necəsən? Yaxşıyam. Adın nədir? Yaxşıyam. Mən də yaxşıyam. Adın nədir? Əmirəli. Əmirəli. Oo, məndən şələ yığmağa gedərsən meşəyə? Hə. Yaxşı, gəl birinci oyun oynayaq, sonra gedərik. Neçə yaşın var? Neçə yaşın var, Əmirəli? Neçə yaşın var? Yox, mən sənə sual verirəm. Sənin neçə yaşın var? 6. 6. Oyun oynamaq istəyirsən? Hə. Bir dənə xana seç, başlayaq. 2. 2. Qəşəng danış, yaxşı, getdik. Oyuna diqqətlə qulaq as və tez-tez cavab ver. Hə, mənim dostum, qəşəng dostum Əmirəli, qəhrəman dostum. Məndən meşəyə gedib şələ yığan dostum. Hə, Əmirəli, deməli bu qutuları görürsən. Bu qutuların içində müxtəlif əşyalar var və bizə ən azı 7 doğru cavab deməlisən. Yəni hansı xananın altında, içərisində nə var? Yaxşı? Başlayaq oyunumuza. Başladıq. Diqqətlə bax. Diqqətlə bax. Görək nə var.
Bir də açılır xanalar, yenə də diqqətlə bax. Hə, başladıq. Yadında qalanları tez de. Birinci. Birdə nə var? Birinci. Birincidə nə var? Maşın. Birdə maşın. Sonra. Aferin. Sonra. Tez. 14. Nə var 14'də? Portakal. Portakal. Görək portakaldır. Aferin. Sonra 15. 15'də nə var? Dovşan. Baxaq görək. Dovşan. Dinozavr. Hə, kukladır. Sonra 2. 2'də nə var? Atabok. 2'yə baxaq. 2'yə baxaq görək. Yo, qələm yonandı 2'də. Sonra 7. 7'də nə var? 7. 7'də nə var? Qəpik. 7'də nə var? Qəpik. Baxaq. Qəpik. 8'dir. Sonra 17. 17'də nə var? Qəpik. Baxaq. Dondurmadı burada da. Sonra vaxt tamam oldu. Bizdən 20 xal qazandı. 16. Qurtardı, vaxt 16. qurtardı. Vaxt tamam oldu. İndi keçək ikinci oyunumuza. Hə? Getdik. Hə, dostum. Hazırsan o bir oyunumuza? Ha. Onda xana seç tez. 5. 5. Açıldı xanamız. Hə, mənim dostum. Bizim bugünkü oyunumuz budur ki, sən doğru cavab olanda, yəni suallar veriləcək sənə, doğru cavablara bəli, yanlış cavablara xeyr deyə cavab verəcəksən. Yaxşı? Yaxşı. Onda başladıq. Tez cavab ver, yaxşı? Novruz bayramında tonqal qalanır. Ha. Bəli. Azərbaycan mətbəxində doğu adlı yemək var. Bəli. Bəli. Meyvə suyu meyvədən düzəldilir. Bəli. Bəli. Azərbaycan yeməkləri dadlıdır. Bəli. Bəli. Azərbaycanda nar yetişir. Bəli. Bəli. Balıqların səsi var. Bəli. Yox. Xeyr. Aferin sənə. Doğru cavablar verdin. Mənim qəhrəman dostum. Səni təbrik edirəm. Getdik. Hə dostum, sən bu oyunda 80 xal qazandın və cırtdan sənə 20 xal hədiyyə verir. Ümumilikdə 100 manat dəyərində hədiyyən oldu. Təbrik edirəm səni dostum. Getdik şələ yığmağa, gəl. Qurtar. Sağ ol. Mən öpürəm. Dostum mənim, sağ ol. Çiçək bacı, mənə Bəli. kim qalib gələ bilər axı, hə? Mənə kim çata bilər? Bütün yarışmalarda mən birinciyəm. Mən qəhrəmanam, qəhrəman. Çünki mən ağıllıyam. Ağıllıyam ki, o divə, o boyda divə mən qalib gəldim. Düzdür cırtdan.
Sən ağıllısan, güclüsən, amma qəhrəmansan. Amma burada bir məsələ var. Adam gərək çox qürurlu olmasın ha. Ya mən burada biraz qürur hiss eləyirəm. Çiçək bacı, necə yəni? Mən özümə güvənirəm də. Mən bilirəm ki, mən hər şeyi bacararam və mən hər kəsə də qalib gələ bilərəm. Yaxşı cırtda. Belə başa salım ki, məsələn, insan qürurlu olanda biraz məsələn özündən arxayın olur. Arxayın oldu da dala atır da insanı. Necə Bunu yəni? mən sizə nağılla danışım. Nə deyirsiniz? Hə? Dovşanla tısbağanın nağılını bilirsən cırtda? Yox, eşitməmişəm. Uşaqlar siz bilirsiniz. Aha, bəzi uşaqlar bilir, bəziləri yox. Yaxşı, danışım, hamınız qulaq olsun. Deməli, meşədə qərar qoyulur ki, bir dənə yarışma olsun. O yarışmada dovşanla tısbağa yarışma eləsin, müsabiqə eləsin. Burada dovşan qürurlanır ki, onsuz da mən qabağa gedəcəm də, nə olsun ki, tısbağa heç yeriyə bilmir ki. Hə də, düz deyir də Çiçək bacı. Tısbağa biraz yavaş yeriyir, amma dovşan isə cəld hoppanır, cəld qaçır. Onun üçün tısbağanın qalib gəlmə ehtimalı yoxdur. Yaxşı cırtdan, axırda görərik. Hə, tısbağa da deyir, nə olsun ki, mən gedirəm də, mən yoluma gedəcəm. Mən çalışacağam ki, bu oyunu axıracan gedim. Hə, deməli, cırtdan deyirəm, dovşanla tısbağa başladılar yarışmağa. Dovşan ki, özündən arxayındır, qulaq asırsan. Dovşan ki, özündən arxayındır, elə istirahət eləyə-eləyə öz üçün gedirdi. Tısbağa amma heç vaxt dayanmırdı. Elə hey gedirdi. Ta özü öz yolunu rahatca gedirdi. Amma dovşan bəzi vaxtlar gedirdi, məsələn, biraz bir yerdə istirahət eləyirdi, bir yerdə məsələn kök yeyirdi, bir yerdə nə bilim özü nə cür rahatdır da, yəni. Hər dəfə ki baxırdı, görürdü, yox, tısbağa arxadadır. Çox arxayınlaşırdı. Bir də arxayınlaşdı. Dedi ki, mən burada gedim biraz yatım. Onsuz da tısbağa hələ hardadır. Hələ təpəyə çıxmalıdır, oradan ora getməlidir. Nə bilim, ta bir ağac qoymuşlar ki, finiş xəttidir. Ora çatmalıydı da. Dedi, bu ağacı çatmağına bir dənə təpə var, qalxmalıdır, düşməlidir. Nəyəsə, belə getdi. Nə elədi? Getdi, yatdı. Yatdı, bir də yorulub gördük. da, Çiçək bacı, yorulub, çox gedib, çox gəzib. Dovşanlar da istirahət eləməlidir də. Hə, bu dovşan ki, özündən arxayın idi. Bilirdi, onsuz da qaça-qaça gedib çatacaq tısbağaya, gedib yatır. Bunu yuxu aparır. Bir də ayılır, görür ki, tısbağa artıq finiş xəttindədir. Nə? Hə, finiş xəttində. Tısbağa? Bəli, tısbağa gedib çatıb, amma onu təbrik eləyir. Bir də görür ki, tısbağa heç gedib belə dedik də, yatmışdı da, aşağıda yatıb da. Dedi, vay, tısbağa artıq gedib çatıb. Mən burada yatıb qalmışam. Elə çalışır özün qaçır, çatdırsın, çatdıra bilmir. Axır görür ki, artıq gecdir, özündən ki, bu qədər arxayın idi. Gördün də cırtdan. Çiçək bacı. Dovşanın özünə qürurlu olmağı, özündən arxayın olmağı gətirib nəyə çıxartdı? Ay, axı dovşan, sən niyə özünə arxayın olurdun, yatırdın? Nə bilə, Çiçək bacı, dovşan hardan bilsin ki, tısbağa belə gəlib onu keçə bilər də. Özünü qalib sanıbdı, qalib hiss eləyibdi ki, mən qalib olacam. Ona görə də istirahət eləmək istəyib ki, biraz da tez gedib çatar ora. Amma tısbağa, görürsən Çiçək bacı, tısbağa özünə inanıb da, bilib ki, mən bunu bacararam. Görsən? Və yaxud da yarışa qalib gəlməsəm belə, mən bu işi axıra qədər elim qurtarım. Əhsən cırtdan, çox qəşəng bir nəticə götürdün sən bu işdən. Bəli, uşaqlarımız da deyir, bəli. Bax cırtdan. Ona görə deyirəm də, qürur insanı biraz dala atır. Yəni, sən də özündən çox arxayın olsan, desən ki, mən də beləyəm, rahat gedim, oturum, yatım, çalışmayım. Amma gördün ki, çalışmaq nəyə gətirib çıxarır? Tısbağanın qalibiyyətinə gətirdi, çıxartdı. Çiçək bacı, deyirəm ki, orada var idi ya, dovşan ürətəm, nə deyəsən? Yox da bilmirəm. Hə, uşaqlar, salam, kömək istəyirsiniz? Bəli, mən hazıram kömək eləməyə. Əvvəlcə tapmacamızı deyək.
O dağdan daşdan gəlir, qıvrılmış ilan gəlir. Qabağında durmayın, qudurmuş aslan gəlir. Yox, yox, o heyvan deyil. O adətən təbii fəlakətlərdən olur. Biraz da kömək eləyim. Çox su gələndə nə deyirlər ona? Ha, tapdınız, tez olun, göndərin. Cırtdan, Hə, çiçək başıma bacı. gəldi. Hə, çox xoşuma gəldi çiçək bacı. Bilirsən, mən burada o nəticəyə gəldim ki, burada tısbağa dovşana dərs verdi. Bəli. Yəni ki, çox da özünə arxayın olmay dovşan. Bəli, görsən ki, bu dərs hər yerdə var ha belə. Məsələn, dərslərimizdə də elədir. Məsələn, saxlamayaq ki, dərs. Sonra eləyərəm də, məsələn, imtahana yaxında, sonra eləyərəm də. Bir də görürsüz dostunuz da elədi, qonşu da elədi, dost elədi, amma sən qalmısan. İmtahanın axırında nə olur? Nə olur? Heç nə. Yəni sən oxuduğun dərsində mənası olmur. Biz imtahanı nə üçün veririk? Onun üçün veririk ki, beynimizdə yadımızda qalsın, görün nə qədər yadımızda qalıb, onu imtahan eləyirik də. Və məsələn, yarışmalar da belədir. Məsələn, tutaq ki, yarışman var qabaqda. Saxlama axır günə və yaxud da saxlama özünü arxayın olma ki, mən onsuz da bilirəm də. Ola bilər ki, sən həmin günü yaxşı məsələn, yarışa bilməyəsən. Çünki əvvəldən məşq eləməmsən. Amma dostun məsələn, yaxşı məşq eləyib, səni qalib gələ bilər. Hə, çiçək bacı, düz deyirsən. Səninlə razıyam, razılaşıram səninlə. Deməli, biz hər bir işimizi vaxtında görməliyik. Bəli. Yarışmalara da vaxtında qoşulmalıyıq, məşq eləməliyik. Sən demiş, imtahanlarımızı da vaxtında öyrənməliyik ki, son günə saxlayıb özümüzü həm narahat eləməyək, stresə salmayaq, imtahanımızı da yaxşı vermiş olaq. Hə, çiçək bacı, düz başa düşdüm? Bəli. Bax, Cırtdan. Mənə elə gəlir, uşaqlarımızın da başına bu barədə hansısa bir əhvalatlar gəlib. Deyirəm, uşaqlar, gəlibsə mütləq bunu aşağıdakı nömrələrə göndərin. Bu barədə olan fikirlərinizi, görəsən siz nə cür eləyirsiniz? Ümumiyyətlə, başınıza belə bir şey gəlib ki, axır günə saxlayasınız, ya hansısa bir, ola bilər dostunuzun başına gəlib, onları bizə yazın, mütləq göndərin. Çiçək bacı, deyirəm ki, uşaqlar da bu dovşanla tısbağanın nağılı başlarına gəlibsə, hə, o cürdə bilər, bizim üçün yaza bilərlər, yazıb göndərə bilərlər. Bəli, mütləq. Bunu yazın, bizə göndərin. Mən yarışmanı çox sevdim, çiçək bacı. Gedəcəm, qaçış yarışına hazırlaşacağam. Yaxşı, əla. Bir də uşaqlar, bu aşağıdakı nömrələr bilirsiniz də, təkcə fikirləriniz üçün deyil. Tapmaca və müsabiqə üçün də ora müraciət edəcəksiniz. Hə, bugünlük bu qədər uşaqlar. Salamat qalın. Gedək. Getdik. Gedək dərslərimizdə oxuyaq. Yarışmamız varsa hazırlaşaq. Bugünlük bu qədər. Sağ olun uşaqlar. Sağ olun uşaqlar. Sağ olun.